Salam əziz izləyicilər, hər birinizi xoş gördük. Bu gün sizinlə artıq 5-ci bölmənin 5-ci dərsi deyək də, ümumiləşdirici təkrar bölməsini işləyirik. Bu arada kanalımıza abunə olun, yeni olan WhatsApp qruplarımıza qoşulun. Altda videonun açıqlamalar hissəsində linki qoymuşam. Vaxt itirmədən suallarımıza keçək. Mən mətni oxumuşuq. Gəlin sizlə bir yerdə oxuyaq bəlkə, ya oxumayaq. Ən yaxşısı özünüz oxuyarsınız. Bu arada WhatsApp qruplarında uşaqlar bizdə yarışmalar olacaq, müəyyən oyunlar olacaq, bizim sinifdə etdiyimiz müəyyən yeni fikirlər olacaq. Onları sizinlə paylaşacağam. Bəzən istirahət vaxtıdır. Bizim kanaldan istifadə edəcəksiniz. Dərs vaxtları öz yerində, istirahət vaxtlarında biz sizə dəstək olacağıq. Deməli, günlərin bir günü qurbağalar bir qalanın başına çıxmaq üçün yarış keçirirlər. Qala çox hündür olduğu üçün heç kim qurbağanın bu iş bacaracağına inanmırdı. Hətta bəziləri əbəs yerə özünüzü yormayın, bu iş bacaran iş deyil, deyə qışqırırdılar. Çox keçmir ki, yorğun qurbağalar bir-bir geri çəkilərək yarışdan çıxmağa başlayırlar. Təkcə bir qurbağadan başqa. O heç kimə fikir vermədən inadla dırmaşmaqda idi. Qətiyyən ümidini itirmirdi. Çox keçmir ki, qurbağanın qalanın başına çatır. Hamı heyrətlə onu alqışlayır. Qalib qurbağa yerə enəndə ətrafdakılar onun başına toplaşaraq suallar yağdırırlar. Buna necə nail oldun? Sən bu çətin işi necə bacardın? Qurbağadan səs çıxmır. Suallar təkrarlanır. Yenə qurbağa cavab vermir. Bilirsiniz niyə? Çünki qurbağanın qulaqları eşitmirdi. Əgər getdiyiniz yolun doğru olduğuna inanırsınızsa, deməli əla fikirdir uşaqlar bu. Öz yolunuzdan çəkilməyin. Mən vaxtı ikən YouTube kanalı quranda heç kim mənə inanmırdı. Amma hal-hazırda kanalım sizin kimi şagirdlərin nəticəsində artıq 55 minlik kanaldır. Mətndə hansı suala cavab yoxdur? Yarışın şərti hündürlüyə dırmaşmaq idi. Çətinlik çox hündür idi. Qurbağa dəqiqə yoxdur. Niyə qurbağa heç kimə cavab vermir? Çünki kar idi. Deməli cavabımız C variantı. Növbəti bu mətnin təmsil olduğu. Nəyə görə təmsildir uşaqlar? Təmsildə heyvanlar danışdırılır və nəsihətamiz fikirlə bitir. Ona görə biz bunları çıxırıq, yerdə cavablarımız qalır 2 ilə 3 C variantı. Mətnin sonluğu hansı cümlələ əvəz edərdiniz? Sonluq o yaxşıya ümid edin, yaxşı pis məsələsi yoxdur burada. Məsləhətli don gen olmaz. Yəni burada aidiyyatı yoxdur. Adamın işi gərək əvvəldən düz gətirsin. Xeyr, ən yaxşı bəzən qulaqları tıxamaq uğura çatmağın ən yaxşı yoludur. Deməli, cədvələ görə müəyyən edin. Yanlışı istədiyinə görə biz gəlin birinci burada müsbət, burada mənfiləri tapaq. Qurbağanın qulağı eşitmir, düzdür. Ətrafdakılar bu ehtimaldır, mənfidir. Qurbağa ətrafdakıların dediyini eşitsəydi bu ehtimaldır, doğrudur. Qurbağa yarışı uğurla başa vurdu. Bu səhvdir, çünki faktdır. Bu faktdır, fakt. Ona görə səhv qoydum bura. Deməli, bu tərəfdə yanlışı dediyinə görə bu tərəfdən səhvlə, bu tərəfdən səhv tapırıq 2, 4. Növbəti cümlələrin tərkibində nitq hissələrinin cədvəl üzrə qruplaşdırın. Aha, əsas və köməkçi. Gəlin, mən siz üçün burada rəngləri dəyişək uşaqlar. Mən birinci siz üçün köməkçiləri tapıram. Köməkçiləri deyirəm çəhrayı rəngində. Bu oldu köməkçi. Bu da köməkçi. Bura kimi. Əla. Doğrudur köməkçi. Və köməkçi. Amma köməkçi. Təəssüf ki, köməkçi. Nə də köməkçi. Böyle qaldı. Əla. Bu film həm uşaqlar, həm köməkçidir uşaqlar. Həm də köməkçidir. Üçün köməkçidir. Həqiqətən köməkçidir. Ən köməkçidir. Mən siz üçün bunları rəngli elədim. Əsasları da gəlin başqa rəngdə eləyək. Əsas nitq hissələri. Səmra anası əsasdır. Tam olsun. Sirkə getdi, əsasdır. Daha doğrusu sirk də ayrıdır, getdi də ayrıdır. Əli əsasdır. Dostu əsasdır. Eyni əsasdır. Bina əsasdır. Yaşayırlar əsasdır. Gec əsasdır. Biri qaldı burada. Bir hərfin biri. Görüşürlər əsasdır. Növbəti. Yağış əsasdır. İsimdir. Külək əsasdır. Dayanırdı. Feil də əsasdır. Bu əvəzlikdir. Film isimdir. Uşaqlar isimdir. Böyüklər sifətdir. Ay. Səhv oldu deyəsən. Vay. Sil bunu, sil. Uşaqlar çaşmasın. Hə. Böyüklər əsasdır. Çox əsasdır. Maraqlı
əsaslı idi. Xeyr, çox burada uşaqlar. Çoxu buradan silirəm. Çox maraqlıdırsa bu ədat olacaq. Köməkçi nitq hissəsidir. Çox köməkçi o iki cür ola bilər, amma burada ədat formasındadır ona görə. Keçirik nəyə? Tədbir əsas nitq hissəsidir, aktiv əsas nitq hissəsidir, iştirakçılar əsas nitq hissəsidir, sizsiniz əsas nitq hissəsidir. Keçirik yazmağa, növbəti sualımıza. Deyir ki, fərqləndirilmiş sözləri, qrammatik xüsusiyyətlərini cədvəldə qeyd edin. Aha, maraqlıdır uşaqlar. Bunu necə eləyəcək? Bir-bir. Mən bunu bura necə yerləşdirim ən yaxşısı? Bunu biz... Yox, bunu bir uşaqlar nə eləyək biz? Bir dəqiqə. Biz bunu buradan davam eləyəcəyik. Sadəcə bunu açacağıq burada. Sizə rahat olsun. Rahat olsun nə? Mən burada bu cədvələ ayırmışam. Bunu elədik əslində. Bundan işimiz yoxdur. Bunu işləyək. Bunu işləyək. Tək cəm. Sözümüz hansıdır bizim uşaqlar? Gəlin sözümüzə baxaq. Mənsubiyyət deyil. Birinci sözümüzü, qonaqlarımızı yazıblar. Bura vuracaq. Aha. Qonaqlarımızı yazıblar. Şəhərimiz sözüdür. Şəhərimiz sözün yazaq. Şəhər imiz. Da ora yazmıram, yerləşməyəcək. Şəhərimiz sözü təkdir uşaqlar. Təkdir. Şəhərimiz sözü ımız mənsubiyyətdir. Deməli, bizim şəhərimiz. Birinci şəxs cəm. Birinci şəxs cəm. Növbəti, tək birinci şəxsdə yaza bilərik. Tək cəmiyə ehtiyac yoxdur. Bizim şəhərimiz olduğu, şəhərimizi, burada şəhərimizi yazaq. Şəhərimizi varsa, deməli, təsirli kal. Sonra görə xəbərli şəkilçisi var. Xəbərli şəkilçisi yoxdur. Keçək, ikinci sözümüz görək nədir bizim? Çox getdi ki bu. İkinci sözümüz nə ola bilər? İkinci sözümüz məktəblilərin. Sözümüzü yazaq bura. Aha. Məktəblilərin. Məktəblilərin. T yox. R. Məktəblilər. Məktəblilər cəmdir. Lar-lər şəkilçisi. Baxın. Burada görürsünüz. Lar-lər cəmdir. Bura yazaq. Cəmdir. Məktəblilər kimdir? Məktəblilər üçüncü şəxsdir. Üçüncü şəxsin təkidir. Şəxs. Hal. Məktəblilərin ini şəkilçisi olduğuna görə biz burada məktəblilərin əlindəki var deyə məktəblilərin əli olduğuna görə bu deyir yiyəlik. Bura yazaq. Yiyəlik. Növbəti xəbərli şəkilçisi yoxdur. Keçirik bayrağımızdır sözünə. Bayrağımızdır sözündə görək nə var? Bayrağımızdır yazaq. Bayrağımızdır. Bayrağımızdır sözü uşaqlar təkdədir. Lar-lər cəm şəkilçisi yoxdur. Bizim bayrağımız birinci şəxsdir bu da. Şəxs. Bayrağımızdır olduğuna xəbərli şəkilçisində işlənir. Mənsubiyyətdən sonra gəlib bu olacaq adlı hal. Çünki heç bir digər halın göstəricisi yoxdur. Burada yoxdur yazaq. Yox idi bu. Yoxdur. Burada isə dır şəkilçisi. Dır yazırıq elə. Bəs. Bizim sözümüz nədir? Sözümüz xalqımız sözüdür. Xalqımız sözü lar-lər şəkilçisi yox, təkdədir. Deməli, xalqımız. Xalqımız sözü mənsubiyyət birinci şəxsdir. Yenə birinci şəxsin cəmi. Birinci şəxs. Bizim xalqımız. Gəlin uşaqlar. Mən burada şəxs yazmamışam ki. Şəxs. Burada bəlkə birincisində cəmi idi uşaqlar. Qoy onları yazım siz üçün, sonra sizdə deyirsiniz ki problem olar. Şəhərimizi yazdıq. Sonra gəl məktəblilərin üçüncü şəxs tək.
Onlar cəm. Cəm. Sonra bayrağımızdır da olacaq nə? Bayrağımızdır da olacaq. Birinci şəxs cəm. Bizim bayrağımız. Aha, xalqımızı buraya yazmırıq uşaqlar. Xalqımız bir dənə də xana o yana gedir. Xalqımız. Xalqımız sözü buraya yazırıq. Bunu silək buradan. Xalqımız sözü təkdir. Çünki toplu isimdir. Birinci şəxs cəmdir şəkilçisi. Adlı xaldır. Çünki heç bir halın şəkilçisi yoxdur. Sonra nə var burada? Sonra nə var? Xəbərli şəkilçisi yoxdur. Keçirik aşağı, düşürük axıra kimi. Nə oldu? Çox getdi. Xalqımız. Xalqımızdan sonra gəlir uşaqlar arzusuna sözü. Arzusuna sözünə baxırıq. Onun arzusu üçüncü şəxs olmalıdır. Deməli, arzu sözü arzusuna. Arzusuna. Arzusu təkdir. Onun arzusu üçüncü şəxsin cəmidir. Şəxs cəm. Yox, tək. Larlar şəkilçisi yoxdur, tək. Növbəti hal arzusuna. Bu yönlük hal şəkilçisidir. Yönlük hal. Yönlük hal. Növbəti gəlir. Yönlük halda xəbərli şəkilçisi yoxdur. Çünki hamısı cümlədə xəbərli şəkilçisi kimi işlənə ondan işlənə bilməz. Yazıçının hekayəsinin qəhrəmanı balaca qızdır. Baxaq. Yazıçının Deməli, yazıcı təkdir. Yazıcı üçüncü şəxsin təkidir. Şəxs tək. Sonra yazıçının dediyinə görə görürsünüz burada 2 dənə ın var. Deməli, ın olduğuna görə o biri artıq yiyəlik olacaq. Biri mənsubiyyəti, biri sonuncusu yiyəlik. Yiyəlikdən sonra yoxdur. Bunda da yoxdur. Yoxdur. Növbəti uşaqlar. Hekayəsinin təkdir. Təkdən sonra üçüncü şəxsin təkidir. İkinci şəxs yoxdur ki burada. Yoxdur. Bax burada uşaqlar. Hekayəsinin üçüncü şəxsdir. Şəxs tək. Sonra hal. Hal var burada. Hekayəsi və hekayəsinin yiyəlikdir. Növbəti xəbərli şəkilçisi yoxdur. Yoxdur. Keçirik son. Son desən bu tərəfdə deyəcəyik biz. Burada belə deyək. Xanamızın biri çatmayıb. Gəlin biz onun xananı altda yazaq. Düzdür. Altda yazaq. Qızdır. Qızdır. O üçüncü şəxsdir. Şəxsdir. Təkdir. Üçüncü şəxsin təkidir. Adlıqdır. Adlıqdır da xəbərli şəkilçisi ilə işlənib. Buranı artıq bağlayaq, görək. Burada nə istəyir bizdən? Davam edirik. Burada şəxsləri falan yazdığımıza görə niyə gəlmədi artıq? Aha. Şəxsləri falan yazdığımıza görə o çalışmanı orada bitiririk. Keçirik növbəti hissəyə. İsimlərə qoşulan şəkilçilərin funksiyalarını müəyyən edin. Aha, bunları üstündə yazacağıq uşaqlar. Gəlin belə eləyək. Burada birincisi mənim yoldaşım isimlərə qoşulan şəkilçilərin. Burada daş leksik,
mənim yoldaşım, mənsubiyyət, mənim yoldaşımın yəlik, dır xəbərlik. Üstündə yazaq. Üstündə yazaq. Deməli, balaca nə yazaq? Bu olmaz. Bu olacaq mənsubiyyət, bu olacaq hal, bu olacaq şəxs. Kitabınızdır. Sizin kitabınız şəxs, sizin kitabınız mənsubiyyətdir, şəxs şəkilçisi. Qələmlər cəm, mənim qələmlərim mənsubiyyət şəkilçisi. Torpaq sözün köküdür. Lar cəm, belə yazayıq cəmi. C, ımız mənsubiyyət, da hal. Məktublar cəm, dan haldır, xəbərlik şəxs şəkilçisidir. Mən bunları belə yazdım. Siz onları geniş formada yazarsınız. Bundan sonra artıq 6-cı bölmə gəlir. Növbəti 6-cı bölmə videosunda görüşərik. Hələlik.